Salam əziz izləyicilər. Bugün sizi su şəbəkəsi üçün X klapanla tanış etmək istəyirəm. X klapan bir çox hallarda lazım olur. Əsasən bakın suyu geri axmasın deyə qoyulması məqsədə uyğundur. Bəzən yaddan çıxır, bağlayırsan, açırsan kranı. Ona görə bakın girişində, daha doğrusu çıxışından əgər qidalanırsa bak, bir boru ilə qidalanırsa çox vacibdir bunu qoymaq. Yəni bu borudan həm baka su daxil olur şəbəkədən, həm də oradan geri axır. Bu cür qurmaq, bu cür montaj eləmək daha rahatdır xidmətdə. Bu klapanda su şəbəkədə olanda bakın dolmasına kömək eləyir. Bak dolandan sonra geri axmasına imkan vermir. Başqa hallarda da lazım gəlir. Hovuzlarda istəyirsən ki, su qarışmasın, hovuzun suyu xəttə getməsin. Ehtiyac olur belə bir şeyə. İllər öncə mən bunu qoymuşdum. Məndə samavar deyilən su qızdırıcısı var idi. Onun suyu geri axmasın deyə illər öncə qoymuşdum. Bu qış problem yaratdı. Şaxtalar düşəndə artıq bu yaxşı işləmədi. Funksiyası pozuldu. İndi kəsib çıxartmışam bunu. Bunun içində papalavok var. Səsi gəlir. O papalavokun arasına nəsə dolmuşdu. Yaxşı bağlamırdı, yaxşı açmırdı. Suyun təzyiqi filanı dəyişmişdi. Azalmışdı daha doğrusu. Və kəsdim, çıxartdım onu. Çünki o bakı da götürmüşəm əslində. Artıq o samavar dediyim su qızdırıcısı yoxdur. Ona görə bu lazımsız oldu. Kəsdim, çıxartdım. İstəyirəm sizi də tanış edeyim buna. Görürsünüz, orada 2 dənə ox işarəsi var. Bax, o oxa görə təyin edirsiniz su hardan gələcək, hardan çıxacaq və bunun vəziyyəti nə cür olacaq. Bax, o ox yuxarı göstərir, o yuxarı göstərən hissəni yuxarı qoymaq lazımdır, bunu aşağı qoymaq lazımdır. Bunu indi hər adam bilmir bu nədir, ümumiyyətlə belə bir şey varmı, satılırmı? Ona görə istədim sizi bundan tanış edeyim. Burada hər iki tərəfində ox işarəsi var. O deməkdir ki, bax, bu istiqamətə qoymaq lazımdır. Burada da var ox işarəsi. İstifadə eləyə bilərsiniz. Ola bilsin kimdəsə şəbəkədə buna ehtiyac var. Sağ olun, salamat qalın.